Deyir, mən var idim mədaində, o zaman ki Səlman xəstələnib yatağa düşmüşdü. Tez-tez yedirdim ona dəyməyə. Hiss eləyirdi Səlman ki ömrünün axırlarıdır. Bir gün mənə dedi, Əsbə ibn Nübatə, dedim, bəli. Dedi, Əsbə, bir dənə sərir düzəldin, bir dənə mafa düzəldin, məni onun üstünə qoyun, aparın qəbrəstanlığa. Dedim, niyə? Dedi, Həbibim, Allah Rəsulü mənə söz verib ki, ölümümdən qabaq meyyit məndən danışar. Apar məni qəbristana, əziyyət çəkirəm, meyyitlərlə danışım, görüm məndən danışsalar, bilim ki, day mənim ölümümdür. Yox, əgər danışmasalar, qaytararsız da. Əsbə ibn Nəbatə deyir, bir dənə mafa düzətdik, Səlmanı qoyduq onun içinə, gətirdik qəbristanı Mədainə. Qəbrəstanlıqda Səlmanı qoyduq yerə, Səlman üzün tutdu qəbirlərə və salam verdi. Dedi, salam olsun sizə, ey torpaqlar altında uyuyan insanlar. Salam olsun sizə, ey torpaqların əsirlərinə dönənlər. Salam olsun sizə o insanlar üçün. Əməlləri dünyadan bitdi və indi axirətdə öz hesablarının intizarındasın. Mənəm Səlman-ı Farsı bir insanı ki, Allah Rəsulü mənə dedi, ölümündən qabaq meyyit səndən danışar, gəlmişəm, sizlə danışam. Kimdir o adam ki, Allah və Rəsulundan xatir və onun mənə verdiyi vədədən xatir, mənlə danışam. Əsbə ibn Nübatə deyir, Səlman bu sözü deyəndən sonra qəbirlərin birindən səs gəldi. Səs gəldi ki, salam olsun sizə, yerin əsirləri, yerə yapışıb qalanlar. Mən məmur olmuşam. Mənə izin verilib, mənə görəv verilib ki, sənin suallarına cavab verəm. Ey Allah Rəsulunun sevimli səhabisi, de, soruş, nə soruşursun? Əsbə ibn Nübatə deyir, elə ki, o səs gəldi, Səlman dedi, sif liyəl maut, ölümü mən üçün vəsf edin. İnsan ölümü necə baş verir, onu mənə deyir. Deyir, elə ki, bu Səlman bunu dedi, o meyyitdən səs gəldi, dedi, Səlman, ondakı xəstələndim, ölüm yatağına düşdüm. Halım get-ged ağırlaşdı, bir də gördüm, bir vücud daxil oldu mənim otağıma. Ondakı gördüm, bunun ayaqları yerdən fasiləli, məsafəlidir. Bildim deyəsən bu mələkdir, ölüm peykidir, gəlib canımı almağa. Səlman elə mən bu düşüncədə idim ki, o mənə bir cür baxdı, dilim tutuldu. Səlman mənə işarə elədi, qulaqlarım kar oldu. Səlman mənə işarə elədi, gözlərim kör oldu. Ondan sonra yaxınlaşdı, ruhumu bədənimdən ayırdı. Səlman elə bil mişarla bədənimi doğradılar, qayçı ilə ətlərimi tikələdilər. Səlman bu cür mənim ruhumu bədənimdən ayırdı. Ondan sonra mənim ruhumu apardı. Mənim ruhumu aparandan sonra gətirdi bir yerdə təhvil verdi. Onda ki, mənim ruhumu təhvil verdi. Məni qəbrin içinə qoydular. Məni ləhdin içinə qoydular. Kəfn eləyəndən sonra, dəfn eləyəndən sonra. Onda bir dənə mələk daxil oldu mənim qəbrimə. O mələkdən soruşdum, kimsən? Nə üçün gəlibsən? Ondan soruşanda kimsən, nə üçün gəlmişsən? Dedi, mən münəbbihəm. Gəlmişəm insanları daha bir dəfə ayıldım, oyadım. Mən o mələkəm ki, Allah mənə əmr edib insanların əməllərin yazdıram. Gəlmişəm sənə elədiyin əməlləri yazdıram, yaz elədiyin əməlləri. Bu sözü mənə deyəndə yaz elədiyin əməlləri bir cür mənə bunu dedi. Bir vəhşət canıma düşdü. Mən dedim, mənim axı kağızım yoxdur yazmağa. Dedi, kəfənin bir qismətinə yaz. Dedim, axı mənim qələmim yoxdur yazmağa. Dedi, şəhadət barmağından yaz. Dedim, axı mənim mürəkkəbim yoxdur yazmağa. Dedi, ağzının suyundan götür yaz. Səlman elə ki, bu əmrləri mənə verdi bir surətdə ki, məndən namehriban idi. Məndən çox sərt rəftar edirdi. Mən qorxumdan barmağımı ağzımın suyuna batırırdım. Yazan, döndüm, baxdım buna. Dedim, axı mənim yadımda dur, mən nələr eləmişəm. Sən ki, mənə deyirsən, hər nə yaz.
Dedi və mən ona görə elə buradayam. Sənin elədiklərin hər birini Allah yaddaşt eləyib və onlar mənim huzurumdadır. Mən sənə imla eləyəcəm, mən deyəcəm, sən yazacaqsan. Bundan sonra Səlman mən başladım yazmağa. Mənim təklifə çatdığım, həddi buluq olduğum, andığım, düşündüyüm gündən Səlman mən neynəmişdim, hamısını dedi. Mən də qorxa-qorxa, əllərim titriyə-titriyə hamısını yazdım o kəfənimin qırağı. Elə ki yazdım, qutardım bir surətdə ki yaza-yaza özümdə müşahidə edirdim. Bədənim titrək, səsim lərzan, gəldi o mələk kəfənimin o hissəsini cırdı. Onun altına bir dənə mühür vurdu. Onun ortasından bir dənə deşik açdı, keçirtdi mənim boynumu onu. Səlman o zaman ki onu mənim boynumdan astı, gördüm Xudaya. Elə bil dünyanın dağların boynumdan astı. Səlman sıxıntılar mənə qələb elədi. Səlman bir daha səsim tutuldu, Əsbə ibn Nübatə deyir, tamam bunları danışdığı zaman Səlmanın gözündən yaş gəlirdi. Səlman dedi, ay Allahın bəndəsi, məgər sən nə əməlin sahibiydin? Məgər sən Allaha və Peyğəmbərə iman gətirməmişdin? Elə ki deyir, bu sözü dedi, o meyyitdən səs gəldi. Yox Səlman, bir Allahın özü şahiddir ki, mən Quran əhliydim. Səlman, mən namaz əhliydim. Səlman, mən oruç tutardım. Səlman, mən bitki halal çörəyi qazanmaq üçün özümü zəhmətə salardım. Səlman, hər bir günahın dalıca istiğfar edib Allahıma yalvarardım. Səlman, məndən amma keçənlər bu oldu. Səlman dedi, Allah bəndəsi qəlbim sıxıldı, de görüm Allah səndən sonra neynədi? Dedi Səlman, onlar gedəndən sonra iki mələk gəldi. Onlardan birinin bir cüssəsi var idi, onun bədəninə baxdım, gördüm Xudaya. Əgər yerdə, göydə nə məxluq var, hamısı yığışıb, bunu itəliyələr, bunu yerindən dəbərdə bilməzlər. O gəldi, durdu mənim müqabilimdə, bir uca səslə qışqırdı başıma ki, mən Rəbbük, sənin Rəbbün kimdir? Səlman, həyatımda elə vəhşətnaç, vahiməli bir səs eşitməmişdim. Səlman, əgər o səsi dünyaya bıraxsaydılar, yeryüzünün əhalisi o səsin qəhrindən hamı tələf olardı. Ondakı deyir, vücuduma daha bir dəfə təlatüm gəldi. Mənə dediyi sözdən titrəyiş gəldi, titrədim, dizlərim əsdi, amma birdən sualın cavabı yadıma düşdü. Ondakı yadıma düşdü, bu sualın cavabı gördüm, dilim açıldı, dedim, sən mənə qışqırma, sən məni yasız sanma. İnne Rabbi Allah, benim Rabbim müteal Allah'ımdır. Bir Rabbimdir ki ben ona ümidvar olup bura gelmişim, sen beni böyle incitme. Benim Peygamberim, sevdiğim, əzizlədiyim Allah Resulü Muhammed ibn Abdullah. Benim kitabım Kur'an'ımdır, ümidim pərverdigarımdır, beni böyle incitme. Ondakı deyir, səsim budur oldu. Ondakı eləyə bildim, Rəbbimdən danışam, Peyğəmbərimi yad eləyəm, Qur'anımdan qürrələnəm, ot çəkildi kənara. O birisi mələk əli ilə işarə elədi qəbrimə. Baxdım, gördüm, göz işlədiyi qədər bağ-bağatdı. Səlman, məni Allah bağışladı. Amma Səlman, səndim o yazdıqlarımın içində, yaşadıqlarımın içində nə qədər diqqətimdən qaçan günahlar var imiş ki, o günahlara xatir bunlar mənə keçdi. O günahlara xatir mən bu sıxıntıları yaşadım Səlman. Əsbə ibn Nübatə deyir, ondakı Səlman bunların hamısını dinlədi. Sonra başını qaldırdı Rəbbinə tərəf, dedi, Xudaya, düz demisən, Peyğəmbərim mənə düz deyib, mənə dedi Səlman, meyit səndən danışar, meyit məndən danışdı.
Xudaya bu insan sıxıntılar yaşadı amma sonda rəhmətə şamil oldu. Xudaya şəhadət verirəm səndən başqa məbud yoxdur. Xudaya şəhadət verirəm sonuncu peyğəmbərin həqqaniyyətinə. Xudaya şəhadət verirəm Mevləl Müvəhhidin Əli ibn Əbi Talibin imamətinə. Xudaya güvənirəm, pənahənd oluram, sığınıram sənin rəhmətə. Al mənim canım özüə tərəf. Əsbə ibn Nübatə deyir, Səlman bunu dedi, başı yaxdı üstündən. Baxdıq gördük Səlman dünyanı tərk elədi. Səlman dünyanı tərk eləyəndən sonra bir də gördük bir möhtəşəm atın üstündə Mevləl Müvəhhidin Əli ibn Əbi Talib ora qədəm qoydu. Dedim, ya Əli, sən Kufə, bura Mədain, nədən gəldin, necə gəldin, hardan bildin Səlmanı? Əli ibn Əbi Talib dedi, Allahın, Peyğəmbərin və bizim sevimlilərimizin ölümün bizə xəbər eləyirlər. Əsbə ibn Nübatə, bu sənin və mənim aramızda olan sirridir. Bunu qusl elə, bunu kəfən elə. Deyir, mən durdum, Səlmanı qusl elədim. Mən Səlmanı kəfən elədim. Əli ibn Əbi Talib Səlmana cənazə namazı qılıb, məndən xudafizləşib oranı tərk elədi.